Deməli, bəzi yoldaşlar yazır ki, Zaur müəllim acı dildi. Mənim danışdığım biraz qəribə səslənə bilər, kimlərinsə xoşuna gəlməyə bilər, ağır tərzdə danışırmış kimi çıxa bilər. Amma heç də elə deyil, mən elə məsələ var ki, onun həlli üçün 5 il, elə məsələ var ki, onun həlli üçün 20 il gözləyirəm. Nə qədər gülməli və absurd səslənsə də, həqiqətən 20 il gözləyirəm və düzəlmir. Qəbul eləməliyik ki, müasir aqronomiya bu ölkədə ilk dəfə istixanada formalaşıb. Daha sonra isə açıq əraziyə və bağlara keçib. Müasir aqronomiyanın inteqrasiyası və yol xəritəsi xarici aqronomlarla gəlib və istixanalara. Oradan da bağlar olub. Müasir aqronomiya deyəndə IC, pH, 17-18 elementin qarışığından ibarət mürəkkəb qida rasionları və s. deməkdir. Bilirsiniz ki, bütün bunlar müasir aqronomiya mövzularıdır. İstixana və torpaqsız əkin direktivlərindən, protokollarından öncə bu detallarla Azərbaycan aqronomiyası tanış deyildi. Yəni, ən yaxşı halda NPK nisbətləri haqqında az informasiya var idi. O da qalxoz səviyyəsində idi. Yəni, 1, 2, 3, 2, 1, 3, 3, 2, 1, 2, 2, 2. Yəni, bilənlər bildi nə demək istəyirəm. Klasik aqronomiyada NPK nisbətləri. Niyə 20 il deyirəm? Sadəcə bir mövzunu açıram. Görün, mən acı diləm, yoxsa səbirli. Bildiyiniz kimi ilk əvvəl IC-pH məsələsi, qida mühiti informasiyaları istixanada və torpaqsız əkinlərdə yarandı və qulaqlarımız oradan eşitməyə başladı ki, bitkilərdə IC-pH məsələsi var. Zamanla öyrəndik ki, bitkinin 17-18 elementə ehtiyacı var və mən özüm şəxsən 25-dən artıq element haqqında geniş informasiya paylaşmışam. Bitkidəki funksiyaları, artıqlığı, əskikliyi və s. bitki enzimləri, aminoasitlər, endozitlər, nə bilim nələr. Hamısını bircə paylaşmışam. İndiki kimi 5 dəqiqəlik TikTok çəkilişi ilə yox, saatlarla danışmışam. Və bütün bunlar bizə torpaqsız əkin, hidroponik aqronomluğundan məlum oldu. Və açıq sahəyə də çıxanda müasirliyi həmin torpaqsız əkin ənənələrinin açıq sahəyə tətbiqində gördük. Daha anlamadıq ki, torpaqsız əkin su mühitidir, bağlar isə torpaq mühitidir. Sadəcə bir misal verirəm. Torpaqsız əkində pH tənzimləməsi üçün nitrik asitdən istifadə etməyi öyrəndik. Və açıq ərazidə də pH tənzimləməsi üçün düşündük ki, elə artıq nitrik asit, yəni pH-ı başqa bir pH tənzimləyici yoxdur da, yəni nitrik asitlə pH tənzimləmək lazım. Və xüsusilə də bu yanlışı başladan türk aqronomlarımız oldu. Həmin onların ardınca da biz davam etməyə başladıq və bu məsələyə hətta deyərdim ki, bu ciddi yanlışa münasibət bildirməli olan şəxslər belə əksinə daha çox alət oldular. Nitrik asit su mühitində pH-a təsir qabiliyyəti 5-6 saatdır. Suyu oynatmasa qısa müddətdə pH təkrar əvvəlki vəziyyətinə gəlir. Yəni, hələ su mühitində qısa müddət funksiyasını saxlaya bilmir. Torpaqda isə 1 saatdan az vaxtda torpağın pH-sına təsir göstərə bilir. Və mən bundan ötürü özünüz hesablayın, neçə ildir gözləyirəm. Bu yaxınlarda çox hörmətli bir həmkarımla təsadüfən bu mövzuya toxundum. Həmkarım çox dəyərli mütəxəssisdir və eyni zamanda da istehsalçıdır. İstehsalında bir sulfurik asit tullantısı yaranır və onu demək olar ki, dəyərləndirmir, atır. Söhbət əsnasında da telefonda danışırdıq. Mənim 60 ton sulfurik asit ehtiyacım olduğunu danışdım. Bunun üstündən söhbət açıldı ki, məndə sulfurik asit tullantı formasında yaranır və mən onu heç bir şəkildə dəyərləndirmirəm. İndi siz deyin, bazara amonium sulfat gübrəsi girəndə necə gəldi hamı alırdı ki, bu torpaqda pH-ı aşağı salır. Amoniuma görə almırdıq ki, amoniumun tərkibindəki sulfatın pH salıcı olduğunu bilirdiniz də, ona görə alırdınız. Niyə sulfurik asid alıb istifadə etmirsiniz? Çünki heç bir təhsil müəssisəsində belə bu öyrədilmir. Təhsil müəssisəsi zaten bunu dönərçilərdən öyrənməyə çalışır. Dönərçilər ümumiyyətlə ölkədə zərərdən başqa bir şey deyil. Əziz fermerlər, torpağın pH salıcısı bütün dünyada sulfurik asiddir. Dünya Türkiyə deyil, Türkiyədən kənara da baxmaq lazımdır hərdən. Nitrik asidin açıq sahədə istifadəsinin ikinci bir səbəbi də əsasən Türkiyədən təmin edilməsidir. Sulfurik asid daha ucuz və daha qalıcı pH tənzimləyir. Nitrik asid 8 dəfə daha bahadır və maksimum 2-3 saat iş verir. Sulfurik asid isə torpaqdakı reaksiyaları 20-25 günə qədər davam edir. Sizcə hansıdır torpaq pH üçün əlverişli olan? Sulfurik asidin 40 kiloqramı 20 manatdır, nitrik asidin 30 kiloqramı 160 manatdır. Damlamadan, yəni damlamaların
deşiyinin təmizlənməsində sizcə nitrik asid daha çox iş verə bilər, yoxsa sulfurik asid? Sulfurik asidin torpaqdakı reaksiyaları təbii ki, daha çoxdur. Kanalizasiya açan bütün dərmanların tərkibi sulfurik tərkiblidir. Mən ümumiyyətlə hər il 60 tondan artıq sulfurik asiddən istifadə edirəm. İndi yox, həmişə. Hətta bəzən məni bağdan kənarlaşdıran səbəblərdən biri də bu olub. Yəni, bir bağda sulfurik asid istifadə etdiyimizə görə bizim aqronomluğumuza belə şübhə ilə yanaşırdılar. Biz etiraz eləmirik, kim nə qəbul eləyir odur. Mən bütün mövzulara tək başına münasibət bildirirəm. 3-5 ilimi istixanaya sərf eləmişəm. İstehsala sərf eləmişəm 2-3 ilimi. İndi də 2-3 ildə artıq açıq ərazilərə münasibət bildirirəm. Tək adam 5-6 sektora eyni zamanda çıxışlar eləyə bilmir. Çatdırmaq olmur mövzuları. Siz deyin, mən bu mövzuya münasibət bildirməsəydim, nə vaxtsa kimsə bu mövzuya toxunacaqdı? İnanın ki, toxunmayacaqdı. Zaten bu paylaşımı eləməkdə səbəbim nədir? Hətta bugün artıq tədris kitablarında belə nitrik asid torpaqda pH salıcı kimi qeyd etməyə başlayıblar. Sulfurik asid, yəni sulfat turşusundan söhbət gedir. Torpaqlarda reaksiyalarda çox önəmlidir. Natrium karbonatla reaksiyaya girir. Məsələn, karbon qazı su əmələ gətirir və suda həll olan natrium sulfat əmələ gətirir. Bu da natriumun yuyulmasında çox önəmlidir. Və yaxud da belədir, kolloid natriumla reaksiyaya girir, hidrogen əmələ gətirir və yenə də natrium sulfat əmələ gətirir. Bu da pH-ı yaxşı bir formada tənzimləyən reaksiyalardır. Və eyni zamanda natriumun yuyulmasında da önəmli rola sahibdir. Yəni, siz deyin, mən bu sulfurik asiddən ən az istifadə edirəm, son 5 ildir istifadə edirəm bağlarda, açıq təsərrüfatlarda. 15 ildir kimsə desin ki, mən də sulfurik asid istifadə edirəm bağlarda. Yəni, bu acı dillikdir, yoxsa səbirlilikdir?